Bugün 7C sinifindən Zəhra şagirdimiz bizə vulkan konusunun modelini hazırlayıb, bizə vulkan haqqında məlumat vermək istəyir. Buyur Zəhra. Mən bugün sizə aktiv vulkan haqqında məlumat vermək istəyirəm. Aktiv hər bir vulkanda əsasən magma ocağı yerləşir, vulkan boğazı yerləşir, krater və lavadan əsasən ibarət olurlar hər bir vulkan. Vulkan əsasında həm magma ocağında lava çıxır və lava sayəsində vulkanda açılan boru vulkan boğazı adlanır və vulkan üzərindəki çökəklik, burada gördüyünüz çökəklik krater adlanır və kraterdən bildiyimiz kimi həmişə lava çıxır və mən bugün vulkan püskürməsi haqqında sizə təqdim göstərmək istəyirəm. Buyur Zəhra. Tök. Deməli, vulkan neynədir Zəhra? Püskürdür. Bu necə vulkan hesab olunur? Aktiv vulkan hesab olunur. Çox sağ ol Zəhra. Yoldaşımızı alqışlayaq.